Biri var idi, biri yox idi. Bir kənddə balaca bir qız var idi. Bu qız elə qəşəng idi ki, nəvəsinin anadan olduğu gün nənəsi ona bir qırmızı papaq bağışlamışdı. O vaxtdan bəri qız hara getsəydi, özünün təzə, yaraşıqlı qırmızı papağını başına qoyub gedərdi. Bir dəfə anası qutab bişirdi və qızına dedi: "Qırmızı papaq, get nənənin yanına, bu qutabları və bir küpə yağı ona apar. Özü də gör necədir, sağ-salamatdırmı?" Qırmızı papaq yığışıb o bir kəndə nənəsinin yanına getdi. Qız meşə ilə gedirdi. Birdən qabağına bir boz qurd çıxdı. Qurd istədi qırmızı papağı yesin. Ancaq cəsarət eləmədi. Çünki yaxınlıqda odun doğrayanların baltasının tappıltısı gəlirdi. Qurd dodaqlarını yalayıb qızdan soruşdu: "Hara gedirsən, ay qırmızı papaq?" Ancaq qırmızı papaq meşənin ortasında dayanıb qurdlarla danışmağın necə qorxulu olduğunu hələ bilmirdi. O qurdla salamlaşıb dedi: "Nənəmin yanına gedirəm. Bu qutabları və bir küpə yağı da ona aparıram." "Nənən uzaqda olur?" deyə qurd soruşdu. "Çox uzaqda olur," deyə qırmızı papaq cavab verdi. Qurd dedi: "Yaxşı, elə mən də sənin nənənə baş çəkmək istəyirəm. Mən bu yolla gedim, sən də bax, o bir yolla get. Görək hansımız tez gedib çatarıq." Qurd bunu deyib bütün qüvvəsini toplayaraq ən yaxın yolla qaçdı. Qırmızı papaq isə ən uzaq yolla getdi. O arxayın gedir, orada burada dayanıb çiçək yığır və dəstə bağlayırdı. O hələ gəlib dəyirmana çatmamış, qurd gəlib nənənin evinə çatdı və qapını döydü. Tık tık. "Kimsən?" deyə nənə soruşdu. "Mənəm nəvən qırmızı papağam," deyə qurd incə səslə cavab verdi. "Sənə qonaq gəlmişəm, qutab bir küpə yağ gətirmişəm." Nənə bu zaman xəstə idi. Yorğan döşəkdə yatırdı. O elə bildi ki, gələn doğrudan da qırmızı papaqdır. Odur ki, qışqırıb dedi: "Bala, ipi dart, qapı açılar." Qurd ipi tutub dartdı. Qapı açıldı. Qurd nənənin üstünə atılıb elə o saatca onu utdu. Qurd çox ac idi. Çünki 3 gün idi ki, heç bir şey yeməmişdi. Sonra qurd qapını bağlayıb nənənin yerində uzandı və qırmızı papağın gəlməsini gözlədi. Çox keçmədi ki, qırmızı papaq gəlib qapını döydü. Tık tık. "Kimsən?" deyə qurd soruşdu. Qurdun səsi kobud və xırıltılı idi. Qırmızı papaq əvvəlcə qorxdu. Sonra fikirləşdi ki, yəqin ki, nənəm xəstələnib, ona görə səsi belə gəlir. Qırmızı papaq dedi: "Mənəm nəvənəm. Sənə qutab və bir küpə yağ gətirmişəm." Qurd öskürüb biraz incə səslə dedi: "Bala, ipi dart, qapı açılar." Qırmızı papaq ipi dartan kimi qapı açıldı. Qız evə girdi. Qurd yorğanı başına çəkib dedi: "Qızım, qutabları qoy stolun üstünə, küpəni qoy yerə, özün də gəl mənim yanımda uzan. Yəqin ki, yol gəlib yorulmusan." Qırmızı papaq soruşdu: "Nənə, əllərin niyə belə böyükdür?" "Səni yaxşı-yaxşı qucaqlamaq üçün mənim balam."
Nənə, qulaqların niyə belə böyükdür? Yaxşı eşitmək üçün mənim balam. Nənə, gözlərin niyə belə böyükdür? Yaxşı görə bilmək üçün mənim balam. Nənə, bəs dişlərin niyə belə iridir? Belə səni tez yemək üçün mənim balam. Qırmızı papaq nəfəsini çəkməyə macal tapmamış. Kinli qurd qızın üstünə atıldı. Ayaqqabıları və qırmızı papağı ilə birlikdə onu uddu. Ancaq xoşbəxtlikdən elə bu zaman odun doğrayanlar çiyinlərində baltalar evin yanından keçirdilər. Onlar səs-küyü eşitdilər, tez yürüyüb evə girdilər və qurdu tutdular. Sonra da qurdun qarnını yarıb, qırmızı papağı onun dalınca da nənəni sağ və salamat çıxartdılar.